Bu videoda sizinlə birlikdə kvadrat köklər, n-ci dərəcədən qüvvət haqqında məlumatları və testlərin həllərini daha da dərindən öyrənəcəyik. Deməli, nə dedik? Dedik ki, kvadratı 44, daha da belə deyək, kvadratı 49 olan ədədi biz axtardıqda, x-in kvadratı bərabərdir 49, x elə bir ədədə bərabərdir ki, onun kvadrat kökü kök altda 49-a bərabər olsun. Buradan x-i biz nəyə bərabər alarıq? 7-yə. Deməli, və x kubu bərabərdir 27. Mən uşaqlar 3-cü dərəcədən kökün altında 27 yazdıqda ifadəm nəyə bərabər olur? 3-ə. Həmçinin x-in kubu bərabərdir -125. Mən 3-cü dərəcədən kökün altında -125 yazdıqda bu ifadəm nəyə bərabər olur? -5-ə. Deməli, biz əgər belə bir ifadəyə baxaq uşaqlar. 2 dənə bunların fərqinə. Mən yazıram uşaqlar. 2-ci dərəcədən tutalım kök altda 16, 2-ci dərəcədən mənfi kök altda 16 və 2-ci dərəcədən mənfi 16. Deməli, burada fikir verin uşaqlar. 2-ci dərəcədən cüt dərəcə olduğu üçün kök altda -16-nın həqiqi ədədlər çoxluğunda həlli yoxdur. Bu ifadənin mənası yoxdur. Ancaq diqqətli bura verirsiniz. Bu ifadədə isə sadəcə kvadrat kökdən cavab 4 çıxır. Kökün xaricində olduğu üçün -4-ün cavabımız -4 olur. Burada isə cavabım 4 olur. Yəni, bu ikisinin mənası var. Amma bu halda isə mənası yoxdur. Sonra, məsələn, tutalım, yazmışam, baxın, tutalım 4-cü dərəcədən 16, 4-cü dərəcədən -16 və 4-cü dərəcədən kök altında -16. Yenə, baxın uşaqlar, bu ifadənin bizdə mənası yoxdur. Çünki cüt dərəcədən qüvvətin -16-dan heç bir qiyməti çıxmır. Bu ifadəmizin isə mən bunu yazacağım. 4-cü dərəcədən 2/4 ifadəm nəyə bərabər olacaq? -2. Burada isə cavabım olacaq 4-cü dərəcədən 2/4, o isə mənə verəcək 2. İndi biraz bu hissələrdə gəlin bir konspektləşdirək. N-imiz üçün deməli bizdə uşaqlar 2 hal yarandı. Cüt halı və tək halı. Əgər n cüt ədəd olarsa, onda n-ci dərəcədən kökü a ilə mənfi n-ci dərəcədən kökdə a-nın mənası var. Yox uşaqlar, tək ədəd olarsa n, yəni necə deyərlər, bu zaman həm n-ci dərəcədən a-nın da mənası var, həm də n-ci dərəcədən mənfi a-nın da mənası var. Gəlin bu hissəni biraz detallayaq. Bayaq dediyim kimi uşaqlar, mən məsələn tutalım 2-ci dərəcədən məsəl üçün 36 yazıram və yaxud da 2-ci dərəcədən mənfi 2-ci dərəcədən kök altda 36 yazıram. Bu ikisinin də mənası var. Amma mən 2-ci dərəcədən kök altda mənfi 36 yazsam, bunun heç bir mənası yoxdur. Gəldi, mən 3-cü dərəcədən kök altda 125 yazsam, buradan ifadə 5 alıram. Mən 3-cü dərəcədən kök altında mənfi 125 yazsam, bu ifadədən mənfi 5 alacam. Çünki tək dərəcədir, mənfi 5-in kubu da mənfi 5 kimi kökdən çıxa biləcək. Və həmçinin 3-cü dərəcədən mənfi 125 isə bizə bərabərdir 5 qiyməti verəcək. Getdik. Burada sizlər üçün kvadrat köklərin bizə lazım olan 30 civarını vermişəm. Yaxşı olardı ki, abituriyentlərimiz məsələ həllində və həmçinin 9 buraxılışına hazırlaşan hər bir tələbə necə deyərlər, bu hissəni də biraz diqqətli olub əzbərləsinlər ki, işlər imtahanda biraz da sürətlənsin. Deməli, uşaqlar, n cüt ədəd olarsa, n-ci dərəcədən kök altda a ifadəsinin yalnız a böyükdür bərabər 0
olarsa mənası var. Məsələn, uşaqlar, bizə belə bir misal verir. 2x minus 8 ifadəsinin həqiqi ədədlər çoxluğunda həlli olması üçün x neçə olmalıdır? Dedik bayaq, əgər bizim enimiz düzdürsə, kök altı ifadəmiz nə olmalıdır uşaqlar? Böyükdür, bərabərdir 0. Bu zaman 2x minus 8 böyükdür, bərabərdir 0. 2x böyükdür, bərabərdir 8. X böyükdür, bərabərdir 4. Deməli, cavabım olacaq 4 müsbət 8. Aydın oldu. Və gəlin uşaqlar, biraz da burada bir necə deyərlər? Əgər bizdə n tək ədəd olarsa, n-ci dərəcədən kök altda x-in elə x-in özünə bərabərdir. Uşaqlar, n cüt ədəd olarsa, n-ci dərəcədən kök altda x-in modulda x-ə bərabərdir. Və bu modul x-imiz də o zaman x olur ki, x böyükdür, bərabərdir 0 olsun. O zaman mənfi x olur ki, x kiçik 0 olsun. Bunun gəlin indi çalışma tətbiqinə baxaq. Baxın, bizə verib uşaqlar kök altda 5-in kvadratı, verib kök altda mənfi 5-in kvadratı, 6-cı dərəcədən uşaqlar kök altında mənfi küssü 6, sonra 3-cü dərəcədən mənfi 5-in kubu və 3-cü dərəcədən mənfi 27. Baxın, mənə burada cavabım olacaq 5. Burada isə mən modulda mənfi 5 yazacağım. Moduldan da ifadəm nəyə bərabər olacaq? 5-ə. Yenə baxın, dərəcəm cütdür. Modulda mənfi 2 alacağım və buradan da cavabım nəyə bərabər olacaq? 2-yə. Burada dərəcəm təkdir. Vəssalam. Cavabım nə olur uşaqlar? Birbaşa mənfi 5. Burada 3-cü dərəcədən kökün altında mənfi 3-ün kubudur. Yenə dərəcəm təkdir. Cavabım olur mənfi 3-ün elə özü. İndi isə gəlin birazca qarışıq tip bir çalışmaya baxaq. Bilirəm ki, bu çox şagirdin qarışdırıb da ortalığa çıxarda bilmədiyi hissələrdən biridir. Deməli, verib bizə mənfi 2-nin kubu, üstə gələk 3-cü dərəcədən uşaqlar 27, üstə gələk kök altında mənfi 7-nin kvadratı minus 5-ci dərəcədən mənfi 32. Baxın, bayaq dediyimiz kimi, mən baxıram. Mənim burada köküm tək dərəcədir. Mənfi 2 olduğu kimi çıxır. Burada 3-cü də 27-nin yerinə 3-ün kubu yazsam, buradan da 3 alacağım. Burada dərəcəm cütdür, kökün də dərəcəsi yazılmayıbsa cütdür. Bu zaman bu olacaq. Modulda mənfi 7 çıxılsın. Bu mənfi 2 üstü 5-dir. Dərəcəm tək ədəd olduğu üçün burada da elə mənfi 2 olduğu kimi çıxacaq. Mənfi 2 üstə gəl 3. 1. Modulda mənfi 7-dən müsbət 7 plus 2 cavabım olacaq 9, 10. Cavab 10-a bərabər oldu. 4-cü dərəcədən mənfi 3 üssü 4. Üstə gələk 3-cü dərəcədən mənfi 2-nin kubu. Kök altında mənfi 2-nin kvadratı, üstə gələk 3-cü dərəcədən mənfi 1. Baxın yenə uşaqlar, qaydanı öyrənmək çox asandır. Sadəcə diqqətiniz, dərəcəm cütdür. Modulda mənfi 3 çıxardırsınız. Dərəcəm təkdir. Olduğu kimi mənfi 2-ni çıxardacaqsınız. Dərəcəm cütdür, kökün dərəcəsi. Modulda mənfi 2, üstə gələk. Dərəcəm təkdir, elə mənfi 1-in özü. Deməli, 3 minus 2, 2 minus 1 bərabərdir. 1 bölünsün 1, nə verəcək bizə? 1. İndi isə gəlin, belə bir misal həlinə baxaq. Topluda da çoxdur, buraxılış imtahanlar nümunələrində də çoxdur. Deməli, uşaqlar, sizə verir 5
Sonra verir. Aha, 25 minus kökün altında 81 bərabərdir. Tam sondan başlayıram. Kökdə 81-dən nə çıxır uşaqlar? 9. Deməli, belə oldu ifadəm. 5 plus kökün altında 25 çıx 9. Aha, bu isə mənə nə verir uşaqlar? 16. Deməli, bax, belə oldu. 5 plus kök altında 16. Buradan 4 çıxır. 5 plus 4 kök altında 9 bərabər olacaq 3-ə. Sayın uşaqlar. Aha. İndi isə bu prosesdə biraz da uzun versiyaya baxaq. Yazılıb 13 çıxılsın. 13 plus kökdə 5 plus kökdə 16. Fikir verin uşaqlar, mən burada kökümü tamamladım. Baxın, burada nə çıxır? 4. 5 üstə gəl 4, 9. Buradan kök nə çıxır? 3. Bu nə verir mənə? 16. Buradan kökdən nə çıxacaq? 4. 13 minus 4 bizdə olacaq kökdə 9 bərabərdir 3. Burada uşaqlar sadəcə yadınızda saxlayın ki, qayda budur. Ən sonuncu kök altında olan ifadədən etibarən biz gəlirik üzü yuxarı doğru. Üçüncü buraxılışlara düşən ən məşhur sual tiplərimizdən biri uşaqlar. Verir kök altında kök 3 minus 1-in kvadratı. Üstə gələk kök altında kök 3 minus 4-ün mörtəzə kvadratı deyil. İfadəsinin cavabı nəyə bərabərdir uşaqlar? Bayaq dediyimiz kimi. Burada da hər iki kökümün dərəcəsi cüt olduğu üçün mən çıxardıram modulda kök 3 minus 1, üstə gələk modulda kök 3 minus 4. Və uşaqlar, misalın həlli üçün müvəqqəti işarələmələr aparacağım. Baxın, misalın həlli üçün. Mən 1-in yerinə müvəqqəti olaraq kökdə 1 yaza bilərəm. Mən 4-ün yerinə müvəqqəti olaraq kökdə 16 yaza bilərəm. Deməli, mənim bunu yazmaqda məqsədim modulumun işarəsini təyin etməkdir. Və belə deyirəm. Kökdə 3-dən kökdə 1-i çıxanda necə də alaram? Müsbət. Amma kökdə 3-dən kökdə 16-nı çıxanda isə nə alaram? Mənfi. Və əgər modulun içi müsbətdirsə, moduldan olduğu kimi çıxır. Əgər modulun içi mənfidirsə, bu zaman kökün yerin dəyişib çıxır. Yəni 4 minus kökdə 3. Kökdə 3 minus kökdə 3 getdi. Mənfi 1 plus 4 olur 3. Yadınızda qalsın uşaqlar. Baxın, əgər bizdə modulun içərisinin işarəsi müsbətdirsə, o olduğu kimi çıxır. Yox, əgər A minus B-nin işarəsini təyin elədirsə, mənfi oldursa, bu zaman B minus A kimi çıxır. Aydın oldu. Və həmçinin baxın, belə bir ifadələrimiz var. Burada da moduldan uşaqlar A plus B çıxacaq. Getdik. Deməli, bizə belə bir ifadə verib, gəlin baxaq. Bilirəm ki, həm 9-ların, həm 11-lərin növbəti qorxduğu misal deyir ki, A B-dən kiçikdir və B müsbət ədəddir. Deyir uşaqlar, kök altda A kvadratı plus kök altda B-nin kvadratı, kök altında A kvadratı minus 2AB plus B kvadratı. Dediyimiz kimi, cüt dərəcə olduğu üçün bunların hər birini modulda çıxardacağım. Və həmçinin bilirsiniz ki, bu da A minus B-nin kvadratıdır. Plus modulda A minus B. Bəs deyəcəksiniz, işarəni necə təyin edirik? Baxın uşaqlar, deyir axı bizə A B-dən kiçikdir. Aha. Deməli, A B-dən kiçikdirsə, uşaqlar, deməli, mən burada A-nı 0-B intervalında da götürə bilərəm. Və həmçinin A-dan B-ni də çıxanda mənfi ədəd alacağım. Çünki əgər A B-dən kiçik bir ədəddirsə, kiçik ədəddən böyük ədəd çıxanda nə alıram? Mənfi. Deməli, bu zaman bu modulun işarəsinə mənfi, bu modulun işarəsi müsbət, bu modulun işarəsi nə oldu? Mənfi. Mənfi A plus B plus B minus A. Bu isə mənə verdi 2B çıx 2A. Aha. Salam. Cavabımızı aldıq. Aydın oldu. İndi isə gəlin belə bir misala baxaq.
Baxaq. Deməli, üstü ifadələrdə, köklü ifadələrdə üstü ifadə arasına keçid. Necə deyim? Köklü ifadədən üstü ifadəyə keçid. Nə deməkdir uşaqlar bu? Mən bilirsiniz ki, kök altda A-nı başqa cürə A üssü 2-də 1 şəklində yaza bilirəm. Həmçinin uşaqlar, n-ci dərəcədən kök altda əgər A üssü n olarsa, mən bunu da A üssündə m də n kimi yaza bilirəm. Aha. İndi, məsələn, baxın, 5-ci dərəcədən kök altında 3-ün kvadratı. Bu 3 nə olacaq dostlar bizə? 3 üstündə 5-də 2. Məsələn, 4-cü dərəcədən kök altında 7 üstü 9. Bu nə olacaq? 7 üstündə 4-də 9. Məsələn, uşaqlar bizə verib 3-cü dərəcədən kök altında -2 üstü 4 bərabərdir. Nə olacaq bizdə cavabımız? Bu elə ümumiyyətcə 3-cü dərəcədən olacaq 2 üstü 4. Bu isə olacaq kök altında kökdən azad olmuş şəkildə 2 üstündə 3-də 4. Aha, gəlin yenə davamına baxaq. Məsələn, uşaqlar, 6-cı dərəcədən -2 üstü 18. 6-cı dərəcədən bu nə verir uşaqlar bizə? 2 üstü 18. Bu isə bizdə olacaq 2 üstündə 6-da 18 bərabərdir 2 üstü 3. Bu isə bizə nə verəcək? 8. Aha. Deməli, gəlin bir dənə də belə bir əlavə bir məlumat yazım yenidən. Baxın, bizə deyir ki, uşaqlar, -2 kubu. Bu ifadənin, yadınızda qalsın, bu ifadənin mənası yoxdur. Yoxdur. Çünki bu elə kök altında -8 deməkdir. Və bu bilirik ki, belə bir həqiqi ədədlər çoxluğunda həll yoxdur. Həmçinin uşaqlar, 4-cü dərəcədən -2-nin kubu da yazılsa. Bu da uşaqlar 4-cü dərəcədən -8 deməkdir. Dərəcəm yenə cütdürmü? Yenə bu ifadənin uşaqlar mənası yoxdur. Yəni həqiqi ədədlər çoxluğunda bu misalın həlli yoxdur. Həmçinin dostlar, bir dənə də beləsinə baxaq. Bu necə deyərlər, səhvi eləməyin. Nədir səhvimiz? Baxın, -2 üstü 6-nı görürsünüz və başlayırlar uşaqlar işləyəndə. Götürürsünüz, birbaşa yazırsınız ki, bu elə kökün altında 2 üstü 6 deməkdir və buradan da 2-nin kubu çıxacaq. Aha, nə etməlisiniz uşaqlar burada? Deməli, əgər kök altında -2 üstü 6 gördünüzsə, yəni bu cürlə yazmağımız doğrudur. Amma siz burada bunu belə yaza bilməzsiniz. -2 üstündə 2-də 6, buradan da -2 üstü kubu. Bu ifadə ilə eyni deyil. Çünki uşaqlar, bayaq dediyim kimi, bu bizdə kökün altı ifadə olduğu üçün, burada kök altı ifadəmin də dərəcəsi müsbət olduğu üçün və necə deyərlər, ifadələrimiz bərabər olmayacaq. Aydın oldu. İndi isə belə bir misala baxaq. Deməli, bir növbəti bir qayda izahına baxaq. Əgər kök altında 2 dərəcədə eyni olarsa, məsələn, n-ci dərəcədən kök altda A vurulsun n-ci dərəcədən kök altda B. Biz bunu eyni bir kökün altında yaza bilirik. Məsələn, 4-cü dərəcədən kökdə 2 vurulsun 4-cü dərəcədən kökdə 8. 4-cü dərəcədən 2 vur 8, 4-cü dərəcədən 16 bərabərdir. 4-cü dərəcədən 2 üstü 4 cavabım olacaq nə uşaqlar? 2. Və yaxud kökdə 3 vur uşaqlar kökdə 6. Hər ikisi ikinci dərəcədə deyə mən bunu elə 3 vurulsun 6 kimi yazacağım. Bu isə kökdə 18-dir. Aha, vəssalam. Məsələn, yazmışam kökdə 3 vur, kökdə 6 vur, kökdə 2. Baxıram, 3 kökümün 3-ünün də dərəcəsi eynidir. Bu olacaq kökdə 3 vur, kökdə 6 vur, kökdə 2. Bu isə mənə verir 3 vur, 6 vur, 2. Çaşıb burada belə yazdım yenidən. Kök altında 36. Bu isə nəyə bərabərdir? 6-ya. Aha. Gəlin baxaq. Məsələn, baxın. Uşaqlar verib
3-cü dərəcədə -8 vurulsun, 3-cü dərəcədən -1. Bu da 3-cü dərəcədən onda -8 vurulsun, -1. Bərabərdir 3-cü dərəcədən 8. Bu 3-cü dərəcədən uşaqlar sizə 2-nin kubu verdiyi üçün cavabımız nə olacaq? 2. Aha. İndi gəlin belə bir növbəti hissəyə baxaq. Baxın, mənə kök altda 75 verir və deyir ki, bu ifadələri sadələşdirin. Deməli, mən bu 75-i elə fikirləşəcəm ki, birin mütləq ki, ən azı kökü çıxan ədəd olsun. Bu zaman belə olacaq. 5 kök altında 3. Aha, məsələn, kök altında 128-i uşaqlar bizə verib. Mən bunun yerinə 64 vurulsun 2 yaza bilərəm. Bu isə bizə nə verir? 8 kök altda 2. Aha, verib 12-nin kvadratı, üstə gələk 5-in kvadratı. Bu mənə verir uşaqlar 144, üstə gəlsin 25, yəni 169. Bu isə mənə verir nə? 13. 3-cü dərəcədən A-nın kubu B+6. Bu 3-cü dərəcədən uşaqlar A kubu, 3-cü dərəcədən B+6. Bu isə mənə verəcək A vuraq. Deməli, bu baxın belədir uşaqlar. B+2-nin üstü 3. Deməli, 3-lər getdiyinə görə qaldı A vurulsun B+2. Deməli, növbətisinə baxaq. Baxın, bizə verib 5-ci dərəcədən 2 üstü 10, 3 üstü 5 vurulsun 7 üstü 2. Bərabərdir. Bu 5-ci dərəcədən, deməli, yazaram 2 üstü 2 üstü 5. Bu heç 3 üstü 5. Bu isə elə 7-nin kvadratı olaraq qalacaq. Fikir verin uşaqlar. Buradakı bu 5-lər gedir. Aha. Bu 10-da qaldı burada. Deməli, 2-nin kvadratı çıxdı. Burada 3 çıxdı. Amma 5-ci dərəcədən 7-nin kvadratına heç bir ədəd çıxmır. Bu bizə verir 12 vuraq kökün altında 5-ci dərəcədən 49. Gəlin baxaq. Kök altı 5 plus 2-nin mörtəzə kvadratı. Bunu uşaqlar elə A plus B-nin mörtəzə kvadratı necə açılırsa o şəkildə açırıq. A kvadrat plus 2AB plus B-nin kvadratı. Yəni kökdə 5-in kvadratı plus 2 vur kökdə 5 vur 2 plus 2-nin kvadratı. Bu mənə verir 5 plus 4 kökdə 5 plus 4. 9 plus 4 kökdə 5. Aydın oldu yəqin ki, hər birinizə rahat, yəni başa düşdünüz. Aha, kök altında 3 minus 1-in mörtəzə kvadratı. Kök 3-ün kvadratı minus 2 vur kök 3 vur 1 plus 1-in kvadratı. 3 minus 2 kökdə 3 plus 1. 3-ün üzərinə 1 gəldim 4. 4 minus 2 kökdə 3. Aha. Gəldik. Verib uşaqlar. Baxın. 3 kökdə 2 plus 2-nin mörtəzə kvadratı. Deməli, 3 kökdə 2-nin kvadratı. Üstə gələk. 2 vur 3 kökdə 2 vur 2 plus 2-nin kvadratı. Bərabərdir. 9 vur 2 18. 12 kök altda 2 plus 4. 22 plus 12 kök altda 2. Aha. Baxıram uşaqlar. Kök 3 minus 2 vurulsun kök 5 plus 3. Aha. Nə edəcəm uşaqlar? Hədd və hədd hər birini vuracam. Yəni kök 3 vur kök 5 üstə gələk. Kök 3 vur 3 minus 2 vur kök 5 minus 2 vur 3 bərabərdir. Kök altda 15 plus 3 kök altda 3 minus 2 kökdə 5 aha minus 6. Və salam. İndi gəlin yenə davamına baxaq. İndi məşhur olan, yəni necə deyərlər, bir başqa bir tipə də baxaq. Biz bilirik ki, A plus B vurulsun A minus B-ni müxtəsər modüstorlarından kvadratlar fərqi kimi yaza bilirik. Onda mənə kökdə 7 minus kökdə 2, kökdə 7 plus kökdə 2-ni verərlərsə, mən bunu yazacağım. Kökdə 7-nin kvadratı çıxılsın kökdə 2-nin kvadratı.
7 minus 2 bərabərdir 5-ə. Və yaxud 2 minus kökdə 17, 2 plus kök altında 17. Bu mənə verəcək uşaqlar. 2-nin kvadratı, kök altda 17-nin kvadratı. 4 minus 17 bərabərdir mənfi 13. Baxaq, məsələn, kökdə 2 minus 3, kökdə 2 plus 3 bərabərdir. Kökdə 2-nin kvadratı minus 3-ün kvadratı. 2 minus 9 bərabərdir mənfi 7. Aha, 5 kök altda 2 minus 2-nin 5 kök altda 2 plus 2 bərabərdir. Deməli olacaq 5 kökdə 2-nin kvadratı minus 2-nin kvadratı. Bu mənə 50 çıxılsın 4, o isə verəcək 46. Baxıram, 2 kökdə 3 minus 3 kökdə 2, 2 kökdə 3 plus uşaqlar 3 kökdə 2. Deməli belə olacaq onda. 2 kökdə 3-ün kvadratı minus 3 kökdə 2-nin kvadratı. Bu mənə verəcək 12, bu mənə verəcək 18. 12 çıx 18 bərabərdir mənfi 6. Sonra 9-un buraxılışına düşmə ehtimalı, həmçinin 11-in buraxılışına düşmə ehtimalı olan növbəti bir sual izahına baxaq. Deyir ki, uşaqlar, A bərabərdir kökdə 2, B bərabərdir kökdə 3 olarsa, kök altda 24'ü A və B ilə ifadə edin. A və B ilə ifadə edin. Baxıram, mən kök altda 24'ü uşaqlar yaza bilirəm. Məsələn, 3 vurulsun 8. Bu isə kök 3 vurulsun kök 8 deməkdir. Kök 3 dursun. Kök 8'in yerinə isə 4 vurulsun 2 yaza bilirəm. Bu isə yenə kök 3 vur, kök 4 vur, kök 2. Və bilirsiniz ki, kök 4'dən bizdə tam olaraq 2 çıxır. Amma kök 3 vur, kök 2 qaldı. Və salam, mən də kök 2 üçün A deyib, kök 3 üçün B deyib. Onda 2 vuraq, A vur, B-yə bərabər olacaq. Və yaxud da uşaqlar, bizdə 2 kökün 2'nin kvadratı olduğu üçün, yəni onda A kvadratı olur və yaxud da bunu belə yaza bilərəm. A kubu vur B. Aha, növbəti necə deyərlər, kvadrat kökün ən can düsturlarından biri. Əgər sürət və məxrəcdəki uşaqlar dərəcəviz eyni olarsa, siz onları eyni kökün altında bir kəsir xətti kimi yaza bilərsiniz. Məsələn, baxın, kökdə 75 bölünsün sizə kökdə 3 verib. Onda elə siz bunu 75 bölünsün 3, yəni kökdə 25 bərabərdir 5 kimi yaza bilirsiniz. Kök altında 0,9. Deməli, bu nə deməkdir uşaqlar? 9 bölünsün 100 bizə verəcək 10'da 3. Və yaxud 1 plus kök altında 9'da 1. Bu mənə verəcək uşaqlar. 9'da 10. Aha, bu mənə verəcək. Kökdə 10, kökdə 9 bərabərdir 3'də kökdə 10. Və uşaqlar, ən çox çaşdığınız hissələrdən birini nəzərinizə çatdırmaq istəyirəm. Məsələn, tutalım, bizə belə bir misal verir. Deməli, verir ki, məsələn, kökün altında 1 tam tutalım 9'da 7. Uşaqlar bunu götürüb kökdə 1, kökdə 9'da 7 kimi baxırlar. Yanlışdır. 1 tam 9'da 7 uşaqlar bizdə nə deməkdir? 9'da 16. Bu isə bizə verir kökdə 16, kökdə 9. Yəni 3'də 4. Aha. Sonra kök altında 25'də 18. Mən bunu belə yaza bilərəm. Kökdə 18, kökdə 25. 1, 2, kökdə 25'dən 5 çıxır. Kökdə 18'in yerinə 9 vur 2 yazaram. Bu 3 kökdə 2 bölünsün 5. Gedi davamına. Deməli. Deməli, n-ci dərəcədən A əgər üstü n veribsə, bu elə bizdə uşaqlar n-ci dərəcədən A üstündə m deməkdir. Məsələn,
Kökdə 7-nin kvadratı uşaqlar. Bu elə kök altında 7-nin kvadratı deməkdir. Bu isə bizə nəyə bərabərdir? 7-yə. 3-cü dərəcədən kökdə 5-in kubu uşaqlar. Bu nə deməkdir? 3-cü dərəcədən kök altda 5-in kubu. Bu isə sizə nə verir? 5. Məsələn, 2 kök 3-ün kvadratı uşaqlar. Bu bizə verir 2-nin kvadratı və kök altda 3-ün kvadratı. 2-nin kvadratı 4, 4 vurulsun 3 nə eləyir? 12. Aydın oldu yəqin ki, hər kəsə. İndi isə gəlin növbəti bir, amma bu hissəni bilirəm ki, çox uşaq çətin mənimsəyir. Əgər uşaqlar n-ci dərəcədən kök altında a üssü n verilibsə, yadınızda qalsın. Siz əgər kök xaricindəki ədədi hər hansısa bir ədədə vurmusunuzsa, kökün altındakı ədədin üstündəki ifadəni də həmin ədədə vurmalısınız. Və həmçinin kökün deməli n-ci dərəcədən a üssü. Əgər siz necə deyərlər, baxın, kökün xaricindəki dərəcəsini müəyyən bir ədədə bölmüsünüzsə, kök altındakı ifadənin də dərəcəsini həmin ədədə mütləq bölməlisiniz ki, sizin tarazlığınız pozulmasın. Baxın, indi 6-cı dərəcədən kök altında 5 üssü 4. Siz bilirsiniz ki, buradakı həm 6-da, həm 4-də 2-yə bölünür. Onda burada nə olacaq? 3-cü dərəcədən 5-in kvadratı, bu da 3-cü dərəcədən nə eləyir? 25. Baxın, verib 4-cü dərəcədən kök altda 4. 4-cü dərəcədən 2-nin kvadratı. Bilirsiniz ki, həm 4, həm 2. İxtisar gedir 2-yə. 2 üssü 1. Bu oldu kök altında 2. Aha. Məsələn, uşaqlar, 15-ci dərəcədən kök altında 2 üssü 10. Bilirsiniz ki, hər biri 5-ə bölünür. Onda bu olacaq 3-cü dərəcədən kök altında 2-nin kvadratı, yəni 3-cü dərəcədən kök altında 4. Bu da sizə deməli verəcək, düz yazdıq. Elə bilin, daha da sadələşə bilirik. Aha. Məsələn, yazmışam 9-cu dərəcədən kök altında 3 üssü 12. Hər biri 3-ə bölünür uşaqlar. Onda burada qalacaq 3, burada qalacaq 3 üssü 4. 3-cü dərəcədən kök altında nə olur? 81. Aha. Kökün altında uşaqlar 3. Eləmi? Mən bunu kökün altında 10-cu dərəcə yazmaq istəyirəmsə. Baxın, burada mənim kökümün dərəcəsi uşaqlar nə idi? 2. Mən onu nə yazmışam? 10. Nəyə vurub yazmışam? 5-ə. Onda kökün altındakı ədədin də üzərinə 5 yazacağam. Aydın oldu. Aha, məsələn, uşaqlar, kök altda 2 vuraq, 3-cü dərəcədən kök altda 2. Fikir verin, baxın uşaqlar, bu bizdə 2-ci dərəcədən 2-dir. Bu bizdə 3-cü dərəcədən kök altında 2-dir. Deməli, həm 2-nin, həm 3-ün nəyin tapmalıyıq uşaqlar? Əkobunu. Bu isə bizə nə verir uşaqlar? 6. Deməli, mən bunları 6-cı dərəcədən bir kökün altında yaza bilərəm. Onda mən bu 2 uşaqlar nəyə vurdum 6 oldu? 3-ə. Onda həmin altındakı ifadəni 2-nin kubu kimi yazacağam. Mən bu 3-ü nəyə vurdum? 2 oldu. 2-yə. Həmin o ifadənin altındakı ədədin üstünə 2 yazacağam. Bərabərdir 6-cı dərəcədən 2 üssü 5. Getdik. Aha. Deməli, 4-cü dərəcədən kök altda 125, 3-cü dərəcədən kök altında 25 bərabərdir. Bu bizə verir 4-cü dərəcədən 5-in kubu, 3-cü dərəcədən 5-in kvadratı bərabərdir. Yenə, baxın uşaqlar, 4, 3. Bu iki ədədimin yəni əkobu nəyə bərabərdir? 12-yə. Bu 4-ü nəyə vuranda uşaqlar 12 oldu? 3-ə. Onda 5 üssü 3 üssü 3 yazacağım. Aha. Bu 12-ci dərəcə yazanda. Bu 3 nəyə vuranda 12 oldu? 4-ə. Onda 5 üssü 2 üssü nə yazacağım uşaqlar? 4. 12-ci dərəcədən 5 üssü 9, 12-ci dərəcədən 5 üssü 8. Dərəcələr eyniləşdiyi üçün yazıram. 5 üssü 9 böl 5 üssü 8. Bu da 12-ci dərəcədən nə verəcək? 5. Aha, indi gəlin
biraz belə eybəcər, biraz uzun misala baxaq. Riyaziyyatda heç bir misal eybəcər deyil. Məsələn, kök altında AB 3-cü dərəcədən bizə verib B kvadrat böl A kvadrat vurulsun. 4-cü dərəcədən A-nın kubu bölünsün B-nin kubu. Vurulsun uşaqlar 12-ci dərəcədən B bölünsün A. Baxaq. Baxın, burada heç nə yoxdur, 2-dir. Bu 3-dür, bu 4-dür, bu 12-dir. Ek yox. 2, 3, 4, 12. Deməli, mən bunların hər birini 12-ci dərəcədən yazanda. Gəlin burada da bir qeyd edək. Bu olacaq 6-ya vurulacaq, bu 4-ə, bu 3-ə, bu 1-ə. Aha, onu da 12-ci dərəcədən burada olacaq. A üssü 6, B üssü 6 vurulsun. Burada B üssü 2 üssü 4, A üssü 2 üssü 4. Aha. Üçüncüdə olacaq. A üssü 3 üssü 3, B üssü 3 üssü 3 vurulsun. Elə B-də bərabərdir. 12-ci dərəcədən A üssü 6, B üssü 8, A üssü 9 vur 1. B üssü 6, A üssü 8, B üssü 9 vur A. Bu bizə B-də uşaqlar, mən ifadəmi. Aha. Deməli, B üssü 8, B üssü 9 getdi. A üssü 8, A üssü 9 getdi. Məndə qaldı 12-ci dərəcədən A üssü 6 böl B üssü 6. Hər biri 6 yaxçılar getdiyi üçün burada qalacaq 2, burada qalacaq B. Aha. Deməli, baxaq uşaqlar. Növbəti etaba keçək. Aha. Mən kökün xaricində verilən ədədi kökün altına daxil eləmək istəyəndə kökümün dərəcəsi nədirsə, həmin ədədi də üstünə yazıram. A üssü N vurulsun B. Aha, yəni N-ci dərəcədən. Məsələn, uşaqlar. Məsələn, 5 kök altında 2 yazılıbsa, mən bunu kökün altına daxil eləmək istəyəndə 5-in kvadratı vurulsun 2. Bu isə nə olur? Kök altında 50. 2 vurulsun 3-cü dərəcədən kök 3. Aha, bu olacaq 3'ü vuraq. 2'nin kubu vur 3. Yəni 3-cü dərəcədən kök 24. Kök altı 75 bərabərdir. Kökün altında 25 vur 3 yazırıq. 5 çıxa bilir, amma 3 qalır. Aydın oldu. Aha. Sonra belə bir ifadəyə baxaq. Kök ifadələrdə toplama və çıxma hissəsinə gəlin baxaq. Aha, qaldırdım. Aha. Yazıram. X kök altda A plus Y kök altda A. Bu zaman kök altda A'nı çıxardarıq. X plus Y. Və yaxud X kök altda A minus Y kök altda A. Kök altda A'nı çıxardarıq. X minus Y. Aha. Həmçinin uşaqlar, məsələn, X n-ci dərəcədən kök altda plus Y vurulsun n-ci dərəcədən kök altda minus Z vurulsun n-ci dərəcədən kök altda. N-ci dərəcədən kök altda A-nı çıxardaram, qalar X plus Y minus Z. Aha. Sonra, indi gəlin belə bir ifadəyə baxaq. Deyir ki, hesablayın. Kök altda 75, üstə minus daha doğrusu. Minus 2 kök altında 12 plus kök altda 27. Gəlin, bunların hər birini bir ayıraraq da burada sadələşdirin. Məsələn, kök altda 27-nin yerinə 9 yazaram. 9'un kökdən çıxır 3 kök altda. Aha. Bu kök altda 12'nin yerinə 4 vur 3 yazaram. Burada 4'dən 2 çıxır, 3 qalır. 4 kök altda 3. Aha. Burada necə deyərlər? 25 vurulsun 3 yazaram. Bu isə eləyir 5 kök altda 3. Deməli, belə oldu mənim ifadəm. 5 kökdə 3 minus 4 kökdə 3 plus 3 kökdə 3. 5'dən 4 çıxdım uşaqlar. 1 kökdə 3. Üstə gələk 3 kökdə 3 mənə nə verəcək? 4 kök altda 3. Aha. Gəlin belə bir dərsine də baxaq.
Bu bizim toplularda var bunun tip sualda və buraxılışa düşmə ehtimalı olan suallar siyahısındadır. Minus kök altında 0,9 plus kök altında 6,4 bölünsün kök altında 10. Mən kökümün üstündəki ifadələrin hər birini yazacağım. Kökdə 25 böl kökdə 10 minus kökdə 9 böl kökdə 10 plus kökdə 64 böl kökdə 10 və kökdə 10 da məxrəcdə. Bilirik ki, buradan 5 çıxır kökdə 5 çıxır kökdə 10 minus 3 bölünsün kökdə 10 plus 8 bölünsün kökdə 10. Kökdə 10 burada oldu mu? Bəli. Kökdə 10'u ortaq məxrəc kimi çıxartsaq 5 minus 3 plus 8 bölünsün kökdə 10. Və salam. Burada bizdə eləyəcək 10 böl kökdə 10. Böləndə bu məxrəcimizdəki kökdə 10 qalxacaq. Yuxarı kökdə 10'lar gedir. Cavabım olacaq nə? 10. Aha. Bircə saniyə uşaqlar, səhvimi gəlin özüm düzəldim. Diqqətsizlik elədim. Deməli 10 kökdə 10 belə deyək bölünsün kökdə 10. Bu isə bizdə 10 kökdə 10. Deməli böləndə dəyişəcək yerini 1 bölünsün kökdə 10. O isə bizə verəcək 10 bölünsün kök altda 100. Yəni 10 böl 10 o isə verir 1. Aha, səhvimi düzəldim bəri başdan. Aha, hərdən müəllimlər də diqqətsizlik səhvi eləyə bilir. Videolara diqqətli baxın. Necə deyərlər, siz də diqqətli olun. Aha. Deməli, gəlin belə bir baxaq. Əgər bizdə, baxın, bu şəkildə bir kök ifadəsi verilərsə, elə mən n vur p kökün altında a yaza bilərəm. Aha. Və yaxud uşaqlar, belə olsaydı bu misal. Baxın, n-ci dərəcədən burada a-dır. Sonra m-ci dərəcədən kök altında b-dir. P-ci dərəcədən kök altında c-dir. Mən bunu n vur p şəklində yazmaq istəyirəm. Diqqət. Gəlin mən burada yazım a-nı, b-ni, c-ni. Aha. Fikir verin uşaqlar. Mən a bizdə hansı kökün özü altındadır? N. Çatışmayan vuruqlar nədir? M-dən p. Yazdım üzərinə. Uşaqlar, biz də gəlib baxırıq b-yə. B-dən qabaqda n də var, m də var. Onda onun çatışmayan kökü nədir? P-dir. C-də isə heç biri olmayacaq. Çünki birinci kökü n-dir, onun altındakı kökü m-dir, onun altındakı kökü p-dir. Aydın oldu. Məsələn, indi hər birini gəlin misal üzərində baxaq. Deməli, baxın, birini belə yazdım. Kök altında və yazdım. 3-cü dərəcədən də kök altında. Deməli, bayaq dediyimiz kimi, uşaqlar, bu da heç bir yoxdur. 2-dir, 2-dir. 2, 2, 3. Bir-birinə vurdum. Nə elədi? 12. 12-ci dərəcədən kök altında 2. İndi belə olsaydı. Baxın uşaqlar. 3-cü dərəcədən 2 və kök altında 12. Eləmi uşaqlar? Bu bilirsiniz ki 2-dir. Aha. Mən deməli o kökün yazdım. 3 vur 2. Aha. Mənim bu 2'm hansı kökün altındadır? 3-cü dərəcədən. Hansı çatmır? 2-ci dərəcəsi 2/2. Ancaq 12'nin üzərinə heç nə yazmayacağım. Nəyə görə dediyim kimi uşaqlar? Buradan 3'ün altındadır. İkinci kökün dərəcəsi 2. Onda elə birbaşa düşdü. 6-cı dərəcədən 4 vur 12. 6-cı dərəcədən kök altında 48. Gəlin bir də baxaq. Diqqətli olsanız çox asandır uşaqlar. Məsələn, yazmışam 3-cü dərəcədən 3 vur. Gəlin 3-cü dərəcədən kök altda 9. Kök altda 3. Görün, Leyla müəllimə sizə bu videonu necə rahatlıqla başa salacaq. Baxın, bu 3, bu 3, bu kökümdə nədir uşaqlar? 2. Deməli, 3 vur 2. Mənim bu kökümdə yalnız 3'ün biri var. Çatışmayanları 3 ilə 2'dir. Yazacağım 3 üstündə 3 vur 2. Vuraq. Mənim bu 9'um həm
birinci kökün dərəcəsi 3-dür, ikinci kökün dərəcəsi 3-dür. Çatışmayanı olacaq 2 yazdım. Ən az sonuncu köküm isə həm 3-ün, həm də 2-nin köklərinin altında olduğu üçün elə 3 olaraq qalacaq. Bərabərdir. 18, 3 üstü 6, bu bizdə 3 üstü 4-dür, 3-dür. 18, 3 üstü 11. Yəqin ki, hər kəsə aydın oldu. Gəlin biraz da qarma-qarışıq versiyaya baxaq. Baxın uşaqlar. Deməli, bizə verilib 2 vuraq, 3 vuraq, 2 vuraq, kök altda 2. Və aşağıda verib 4-cü dərəcədən 2. Gəlin baxaq. Bayaq danışdıqlarımız kimi bu 2-dir, bu 3-dür, bu da 2-dir. Deməli, mənim burada kökümün dərəcəsi oldu. 2 vur, 3 vur, 2. Onda bu 2-im ikinci dərəcədəndir, üstündə çatmayacaq. 3 vur, 2'si. Bu 2'im, 2'si və 3'ü var bu 2'min. Çatışmayanı 2 üstü 2'dir. Bura. Bu axırıncı 2'min də hər biri var deyə yazmıram. Burada da 4-cü dərəcədən 2 qalsın öz yerində. Uşaqlar. Aha. Fikir verin. Bərabərdir. Bu 10 gəlir. Aha. Deməli 2 üstü 6, 2 üstü 2, 2. Bu da 4-cü dərəcədən 2 eləyir. Mən bunu da eyni dərəcəyə gətirmək istəsəm, bu elə 209'dur. Onda bunun üstünə yazacağım 2'nin kubu. Bu isə mənə verir 12-ci dərəcədən 206, 6'ya ixtisar gedir, qalır kök altında 2. Aha. İnanıram ki, yəni videolarda həqiqətən sizə necə deyərlər, bunlar çox aydın olur, rahat başa düşürsünüz. Və belə bir dənə də misala baxmaq istəyirəm. Baxın uşaqlar. Deyir ki, A bərabərdir, kökdə 16, B bərabərdir, kökdə 18, deməli C bərabərdir, kökdə 121 olduğuna görə deyir ki, A plus B plus C'nin cəmini tapın uşaqlar. Deməli, kökdə 16, kökdə 18, kökdə 121, 4, bu 3 kök altda 2, bu 11. 15 plus 3 kök altda 2. Mütləq testlərdə variantların birində uşaqlar 18 kök altda 2 olur. Biz onu cavab kimi götürə bilmərik. Çünki bu ifadənin yanında kök işarəsi var. Bu tam natural ədəddir. Biz bunları toplaya bilmirik. Məsələn, gəlin baxaq. 4'ün kvadratı, üstə gələk 3'ün kvadratı, üstə gələk kök altında mənfi 7'nin kvadratı. Bu bizə verir 16 üstə gəl 9 plus kök altında mənfi 7'nin kvadratına modul mənfi 7 çıxır, bərabərdir. 5 plus 7, 12. Uşaqlar, indi bəzi incəliklərlə də sizə göstərmək istəyirəm. Baxın, 4'ün kvadratı üstə gəl 3'ün kvadratı ifadəsini uşaqlar yazır. 4 plus 3. Xeyr. Bu cəmin köküdür uşaqlar. Yəni ona görə siz bu ifadəni yazanda yazmalısınız 16 üstə gəl 9 və kök altında 25. Və həmçinin uşaqlar kök altında məsələn tutalım 25 plus 16'nı yazırlar. 5 plus 4 bərabərdir 9. Yox. Bu 25 plus kök 6 kök altda 41 verir. Bu əgər sizə 25 plus kökdə 16 şəklində verirsəydi, bəli, 5 plus 4 sizə 9 ifadəsini verəcəkdi. Sonra deməli, kəsrin, deməli, belə deyək də, kökün məxrəcinin irrasionallıqdan azad edilməsi. 3 kök altda 7. Bu məxrəcin irrasionallıqdan azad etməsi üçün qoşması uşaqlar kök altda 7'dir. Bu isə kök altda 49, 3 kök altda 7, yəni 3 kökdə 7 bölünsün 7. Məsələn uşaqlar, yazmışam 5 bölünsün 3-cü dərəcədən kök altda 4. Mən bunu vuracam 3-cü dərəcədən 2'yə. 3-cü dərəcədən 2'yə. Bərabərdir, bərabərdir. Deməli, bizdə olacaq, deməli, 5 vuraq 3-cü dərəcədən kökdə 2,
3-cü dərəcədən kökdə 8. Bu mənə verir 2. 5 vuraq 3-cü dərəcədən kökdə 2. Deyirsiniz ki, müəllimə, bəs biz bunu necə təyin eləyək ki, məxrəcin irrasionallıqdan azad olunması üçün ifadə budur. Deməli, B vurulsun, uşaqlar yadınızda qalsın. Kök altında M. Yəni, belə deyək də, A üstündə M-in. Məxrəcin irrasionallıqdan azad eləyən ifadə üçün bu A üstündə M. Mən bunu vururam N, A üstündə N çıx M. Və həmçinin N, A üstündə N çıx M. Məsələn, bax, mən bayaqki ifadəmi yenidən yazacağım sizə ki, daha rahat başa düşəsiniz. Deməli, mən bu uşaqlar, bu belə deməli, 3 vuraq 2-nin kvadratı. Deməli, mən bunu irrasionallıqdan azad eləmək üçün vuracam. 3 vuraq 2 üstündə. Baxın, bu ifadələr bir-birindən çıxıram. 3 minus 2 bərabərdir. 5, 3-cü dərəcədən 2-nin kvadratı, 3-cü dərəcədən 2. Və salam, buradan da, yəni, bunu da vururam və salam. Bu, 5 vuraq 3-cü dərəcədən kök altında 2. Sonra uşaqlar və biraz da fərqli tipinə baxsaq. Deməli, əgər sizə məxrəcdə kök altda A plus kök altda B versələr, irrasionallıqdan azad eləmək üçün onu vuracaqsınız kök altda A minus kök altda B-yə. Və tərsi, kök altda A minus kök altda B vursuqlardır. Onun sürət və məxrəcini kök altda A vurulsun, kök altda B-yə vuracaqsınız. Yəni, 2 vurulsun, kökdə 5 çıxılsın uşaqlar 2 minus 10 vurulsun, kökdə 5. Mən bunu toplaya bilmək üçün bunu da qoşmasına vuracam. Kökdə 5 plus 2. Bunu da vuracam. Kökdə 5 plus 2. Bunu isə nəyə vururam uşaqlar? Kökdə 5-ə. Aha. Bu bizə verir 5 minus 4. 2 vurulsun. Kökdə 5 plus 2. Bu bizə verir 5-də 10. Kökdə 5. Burada qaldı 2 kökdə 5 plus 2. Burada qaldı kökdə 5. 2 kökdə 5 plus 4 minus 2 kökdə 5. Getdilər. Cavabımız oldu nə? 4. Deməli, uşaqlar, bir də gəlin belə bir ifadəyə baxaq. Bundan əslində göstərmişik. Məsəl, kökdə x plus üzə kökdə y-in kvadratı olarsa, bizdə nə yazırıq? Kökdə x kvadratı, kökdə y-in kvadratı plus 2 vurulsun, kökdə x vurulsun, kökdə y. Yəni, x plus y plus 2 kökdə x, y. Və bir də uşaqlar, kök, məsələn, ən son izah hissəmdə nə demək istəyirəmsə, məsələn, sizə verib x bərabərdir 2 kökdə 3, y bərabərdir 3 kökdə 2, məsələn, z bərabərdir 5. Ədədlərini tutalım, deyir, müqayisə edin. Bunun üçün ya hər birini kökdən xarici eləməlisiniz uşaqlar, ya da hər birini, necə deyərlər, kökün altına salmalısınız. Mən də burada çıxarda bilmədiyim üçün 2-nin kvadratı vurulsun 3. Bunu yazacağım kök altında. Üzrü sayın. Bunu yazacağım. 3-ün kvadratı vurulsun 2. Bunu yazacağım uşaqlar. Kökün altında 5-in kvadratı. Bərabərdir. Bu oldu məndə kökdə 18. Bu oldu kökdə 25. Və salam. Deməli, z böyükdür, y böyükdür x-dən. Aydın oldu. Aha. Və bir dənə də ən ağır tipini göstərim bu müqayisədə. Ondan sonra isə prosesimizi dayandıracağım uşaqlar. Nədir? Baxın, tutalım A-nı versəydi bizə kökdə 3, B-ni versəydi 3-cü dərəcədən kökdə 4, tutalım C-ni də verib 4-cü dərəcədən kök altında 2. Bəs bu tiplərdə necə müqayisə edək uşaqlar? Bu 2-dir, bu 3-dür, bu 4-dür. Əkop 2, 3, 4. Nə oldu uşaqlar? 12. Onda mən bunu 12-ci dərəcədən yazmaq istəyəndə 2-ni nəyə vurmuşam uşaqlar?
Aydındır ki 6-ya, onda 3 üstü 6 yazacağım. B bərabərdir. 12-ci dərəcədən yazmaq istəyəndə 3-ü nəyə vurmuşam uşaqlar? 4-ə, 4 üstü 4 və həmçinin bu olacaq 12, 2-nin kubu. Aydındır ki, bizdə ən kiçiyimiz olacaq C, sonra olacaq B, gözlə görünür artıq A. Və salam. Getdik, bitirdik. Və salam uşaqlar. Mövzumuzun əsas bütün hissələrini sizinlə paylaşdım. Videolarımı bəyənməyi, kanalıma abunə olmağı unutmayın. İnşallah ki, videolarım sizlər üçün yararlı olub və hər birinizin qarşısına çıxmışdır. Xoş seyirlər.